Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günlər sizlərə Dövlət İmtahan Mərkəzi 2023-cü il test toplusundan sözlər arasında sintaktik əlaqənin növləri, tabesizlik və tabellik əlaqəsi ilə bağlı olan testlərin izahını təqdim edəcəm. Birinci sual belədir. Birində xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşmayıb. Kəmiyyət deyəndə burada tək cəm nəzərdə tutulur. Küçələr təmiz idi. Necə idi? Təmiz idi. Xəbər. Nə küçələr? Mübtəda. Kəmiyyətə görə uzlaşmaq, yenə deyirəm, tək cəm nəzərdə tutulur. Burada mübtədamız küçələr cəmdədir, amma xəbərimiz təmiz idi, təkdədir. Deməli, burada kəmiyyətə görə mübtəda ilə xəbər bir-birindən uzlaşmayıb. Cavabımız elə A bəndidir. Məsələn, şəhərimiz gözəlləşir deyəndə, nə edir gözəlləşir? Xəbər, nə şəhərimiz? Mübtəda. Baxın, mübtədamız da təkdədir, xəbərimiz də, yəni larla cəm şəkilsi hər ikisi qəbul etməyib. Burada uzlaşma var. Mən sülhə səs verirəm. Nə edirəm? Səs verirəm. Xəbər kim? Mən, mübtəda. Burada da mübtədanın xəbər var, ikisi də təkdədir. Yəni burada da kəmiyyətə görə uzlaşma var. Vüqar əlaçıdır, kimdə əlaçıdır? Xəbər kim? Vüqar mübtəda. Burada da mübtədanın xəbər, kəmiyyətə görə uzlaşma var, hər ikisi təkdədir. Biz dərsə hazırıq. Hazırıq. Xəbər kim? Biz mübtəda. Deməli, burada xəbərin mübtəda ilə kəmiyyətə görə uzlaşmadığı variant A variantıdır. Digər sual. Hansı cümlədə tabesizlik əlaqəsi həmziz üzvlərlə bağlıdır? Tabesizlik əlaqəsi nə ilə bağlıdır? Həmziz üzvlər. Yəni, həmziz üzvlər arasında tabesizlik əlaqəsi var. Bunun üçün təhlil eləməliyik cümləni. Günəşin şüaları pəncərədən içəri süzülsə də isti, xoş təsir bağışlamırdı. Deməli, xoş təsir bağışlamırdı. Xəbər. Bir dənə bir şey deyim. Sədə varsa artıq bu mürəkkəb cümlədir ki, və bunların heç birisində həmziz üzv yoxdur. Həmziz üzv olması üçün arasında vergül olmalıdır. Və burada vergül var, amma sədə mürəkkəb yəni cümlədir bu. Mürəkkəb cümlədə də həmcinslik o cümlələr arasında həmcinslik olmur. Qızıl güllər və yasəmənlər bağa xüsusi gözəllik verir. Nə edir? Gözəllik verir, xəbər. Nə? Qızıl güllər mübtəda. Nə? Yasəmənlər mübtəda. Baxın, iki dənə mübtəda var. Biri qızıl güllərdir, biri yasəmənlərdir. Və bu iki mübtəda eyni suala cavab verir. Nə qızıl gül, nə yasəmənlər. Eyni suala cavab verən qızıl güllər və yasəmənlər bizə görə gözəllik verir, xəbərlə bağlıdır. Qızıl güllər gözəllik verir, yasəmənlər gözəllik verir. Eyni suala cavab verən qızıl güllər və yasəmənlər bizə görə üzvünə bağlı olduğuna görə eyni suala cavab verən qızıl güllər və yasəmənlər həmziz üzvlərdir. Təbii ki, həmziz üzvlər arasında da hər zaman tabesizlik əlaqəsi olur. Deməli, cavabımız B bəndi. Hansı nümunədə cümlə üzvləri arasında tabesizlik əlaqəsi var? Təbii ki, cümlə üzvləri arasında. Əslində bu dolayı yoldan həmciz üzvlər arasında tabesizlik əlaqəsini bizdən istəyir. Hər iki dinləyici razılığını bildirsə də, artıq sədə varsa, bu mürəkkəb cümlədir. Buna baxmağa dəyməz. Hərsən tez-tez dostumu xatırlayırdım, amma ona zəng vurmağa cürət etmirdim. Xatırlayırdım, cürət etmirdim. Həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Nə edirdim? Tərəddüd edirdim. Niyə? Nəyə tərəddüd edirdim? Sinifə girməyə. Nə üçün? Kitabımı. Nəyi? Kitabımı. Tamamlıq. Nəyi? Dəftərimi. Tamamlıq. Eyni suala cavab verən kitabımı, dəftərimi sözü. Kitabımı unutduğum üçün, dəftərimi unutduğum üçün. Eyni suala cavab verən kitabımı, dəftərimi sözü bircə üzvünə bağlıdır deyə eyni suala cavab verən kitabımı, dəftərimi həmziz üzvlərdir və burada həmziz üzvlər burada həmziz üzvlər arasında təbii ki, tabesizlik əlaqəsi var. Cavabımız C bəndi. Məsələn, əziz dostlarım və sirdaşlarım, bundan sonra Turalı da, emin də qorumalıyıq. Burada incə məqam var. Mən burada ona fikir verməmişəm. Diqqət burada olsun. Deyir, həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Nə edirdim? Tərəddüd edirdim, xəbər. Nəyə tərəddüd edirdim? Sinifə girməyə. Tamamlıq. Nə üçün? Nə üçün sinifə girməyə tərəddüd edirdim? Nə üçün? Həm kitabımı, həm dəftərimi unutduğum üçün. Baxın, fe'li sifət tərkibidir. Burada kitabımı və dəftərimi həmcizdirlər, amma müstəqil cümlə üzvü deyirlər. Tərkibin içərisindədir. Fe'li sifət tərkibin içərisində həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün. Bax bu. Ona görə C olmaz. Əziz dostlarım və sirdaşlarım. Burada müraciət var. Burada həmciz üzv
dostların və sirdaşlarındır. Sadəcə burada xitab həmzisidir. Yəni xitabın tərkibi həmzisidir. Amma digərin bax, bundan sonra Turalıdır, Emildir, qorumalıyıq. Nə etməliyik? Qorumalıyıq. Xəbər kimi Emini, kimi Turalı. Eyni suala cavab verən Turalı, Emini sözləri bizə ilə qorumalıyıq xəbərinə bağlı olduğuna görə eyni suala cavab verən Turalı, Emini sözləri həmzüzdür və bunların arasında təbii ki, tabislik əlaqəsi var. Cavabımız ona görə D bəndidir. Cavid gec-tez qeyri-müəyyən fikirlərdən azad olacağını bilir, problemlər onu daha az narahat edirdi. Nə edirdi? Bilir, xəbər. Kim bilir? Cavid bilir, mübtada. Problemlər onu daha az narahat edir. Nə edirdi? Narahat edirdi, xəbər. Nə narahat edirdi? Problem. Bu mürəkkəb cümlədir. 4-cü sual. Mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm cümləsində tabislik əlaqəsi hansı sözlər arasındadır? Tabislik əlaqəsi. Deməli, mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm. Mən deyərəm. Bax, tabislik əlaqəsi deyir hansı cümlədədir ya. Mən deyərəm, nə edirəm, deyərəm. Xəbər kim deyərəm mən? Mübtada. Mübtadanın xəbər arasında uzlaşma əlaqəsi olur. Uzlaşma əlaqəsi də tabililik əlaqəsidir. Yəni, mən deyərəm də arasında tabilik əlaqəsi var. Sonra, sənə deyərəm, bax, deyərəm kimə sənə. Burada hal şəkilçi olduğuna görə burada da sənə ilə deyərəm arasında idarə əlaqəsi var. Və idarə əlaqəsi də təbii ki, tabilik əlaqəsinə daxildir. Ona görə bu da olmaz. Sonra, Elxana deyərəm. Elxana deyərəm də Elxana kimə? Burada hal şəkilçi var. Hal şəkilçi varsa idarə əlaqəsidir. İdarə əlaqəsi də tabilik əlaqəsinə daxildir. Sonra nə gəlir? Təzə öyrəndiklərimi. Yəni daha doğrusu yeni öyrəndiklərimi. Necə öyrəndiklərimi? Yeni. Yeni ilə öyrəndiklərim arasında yanaşma əlaqəsi var. Bunu da götürmürük. Yəni tabilik əlaqəsi də yanaşma əlaqəsi də. Kimə deyərəm? Baxın, kimə deyərəm? Sənə. Kimə deyərəm? Elxana. Eyni suala cavab verən sənə və Elxana sözləri bizə ilə deyərəm xəbərinə bağlı olduğuna görə eyni suala cavab verən sənə və Elxana sözləri həmzüzdür. Təbii ki, həmzüzlər arasında da tabislik əlaqəsi olur. Cavabımız B bəndi. Növbəti sual. Hansı cümlədə tabislik əlaqəsində olan sözlər vardır? Tabislik əlaqəsində. Biz şəhərin kənarında təzə ev tikdirdik. Nə etdik? Tikdirdik. Xəbər kim tikdirib? Biz mübtada harada şəhərin kənarında zərflik. Nəyi tikdirdik? Evi tamamlıq. Necə ev, təzə ev, bu da təyin. Burada həmzüzdən, yəni tabislik əlaqəsindən söhbət gedə bilməz. Kolların dibində çəhrayı ağ bənövşələr bitmişdi. Nə etmişdi? Bitmişdi. Xəbər nə? Harada? Kolların dibində zərflik. Nə bitmişdi? Bənövşələr mübtada. Necə bənövşə? Ağ bənövşə, necə bənövşə? Çəhrayı bənövşə. Eyni suala cavab verən çəhrayı və ağ sözü ikisi də necə sualına cavab verir? Bircə ilə bənövşə isminə bağlı olduğuna görə eyni suala cavab verən çəhrayı və ağ sözləri həmzüzlüdə onların arasında olan əlaqədə tabislik əlaqəsidir. Cavabımız B bəndi. Hansı cümlədə tabislik əlaqəsində olan sözlər vardır? Tabislik əlaqəsində olan nə var? Söz var. Hansı cümlədə tabislik əlaqəsində olan söz vardır? Demək, tabislik əlaqəsi ümumiyyətlə onları fərqləndirən təbii ki, vergüllərdir. Həmzüzlü olmalıdır ən çox və eyni zamanda tabis mürəkkəb cümlənin tərəfləri. Düzlər məxmər paltarını geymiş, döşünə çiçək taxmışdı. Nə etmişdi? Geymişdi, xəbər. Nə? Düzlər mübtada. Döşünə çiçək taxmışdı. Nə etmişdi? Taxmışdı. Xəbər. Nə? Düzlər. Deməli, geyən də düzlərdir, taxan da düzlərdir. Yəni, nə etmişdi? Eyni suala cavab verən geymişdi və taxmışdı sözləri bircə ilə düzlər mübtədəsinə bağlı olduğuna görə eyni suala cavab verən geymişdi və taxmışdı sözləri həmzüzlülərdir. Və təbii ki, həmzüzlülər arasında da tabislik əlaqəsi olur. Cavabımız A bəndi. Hansı nümunədə asılı tərəfdə hal şəkilçisi işlənmişdir? Təbii ki, hal şəkilçisi işlənirsə, mütləqdir ki, hal şəkilçisinin sualına cavab versin. Dayanmadan gedirdik. Necə? Burada hal şəkilçisinin necə deyilən bir sualı yoxdur. Birlikdə asılı tərəf birinci tərəflərdir. Və burada necə sualına cavab verdi? Hal şəkilçisində necə sualı yoxdur. A olmaz. Qəflətdən gəldi. Necə gəldi? Necə sualına cavab verdi? Hal şəkilçisində necə sualı yoxdur. B də olmaz.
Hastadan dinləndi. Necə sualına cavab verdi. Hal şəkilçisinin yenə deyirəm, necə sualı yoxdur. Ona görə D də olmaz. Qədim Bakıdan, hansı Bakıdan? Qədim hansı sualına cavab verdim? Hal şəkilçisinin hansı sualı da yoxdur. Səndən danışıq. Kimdən? Baxın, kimdən? Çıxışı qal şəkilçisinin sualıdır. Çıxışı qalın sualıdır. Və oradakı dandan çıxışı qal şəkilçisidir. Baxın, asıl tərəf hal şəkilçisi oldu. Cavabımız C bəndi. Əsər adlarının birində tabeslik əlaqəsi var. Təbii ki, sevinmə, gülmə, quzum. Sevinmə, nə etmə, gülmə, nə etmə. Eyni suala cavab verən sevinmə, gülmə sözü bizdə ilə quzumla bağlıdır. Ona görə burada həmcüzlük var. Cavabımız E bəndi. Yəni arasında tabeslik əlaqəsi var. Mən indi məktəbli dostlarımı tez-tez yada salıram cümləsində sözlər arasında tabeslik əlaqəsi hansı bəndə düzgün göstərilməmişdir? Deməli, aslı tərəf və əsas tərəf. Məktəbli dostlarımı, doğru. Birinci növ, eyni zamanda yanaşma əlaqəsi. Tez-tez yada salıram, doğru. Mənlə indi əlaqəyə girməz. Burada yanlış olan C bəndidir. Dostlarımı yada salıram, indi yada salıram. Baxın, indi yada salıram, yanaşma əlaqəsi. İndi ilə yada salma arasında. Dostlarımı yada salıram, idarə əlaqəsi. Çünki dostlarında hal şəkilçisi var. Tez-tez yada salıram, yenə də yanaşma. Məktəbli dostlarımı yenə də yanaşma. Amma mən indi arasında heç bir əlaqə yoxdur. Ona görə cavabımız C bəndi. Tabeslik əlaqəsi hansı cümlədədir? Tabeslik əlaqəsi. Yaxşı, qalibləri seçmək, sevindirmək lazımdır. Burada ümumiyyətlə tabeslik əlaqəsi olan tərəfdə vergül olur. Burada yaxşı modal sözdür. Qalan, yəni heç bir vergüldən istifadə olmadığına görə orada tabeslik əlaqəsindən söhbət belə gedə bilməz. Kişi gah yeriyir, gah da donub geriyə baxırdı. Nə edir? Yeriyir, xəbər. Kim kişi mübtada? Gah da dönüb geriyə baxır. Nə edir? Baxırdı, xəbər. Kim kişi? Yəni yeriyən də kişidir, geriyə baxan da kişidir. Ona görə eyni suala cavab verən yeriyirdi və baxırdı sözləri bircə ilə kişi mübtadasının bağlı olduğuna görə burada tabesizlik əlaqəsi var. Sonra 11-ci sual uzlaşma əlaqəsi hansı cümlə üzvləri arasında olur? Təbii ki, mübtada ilə xəbər arasında olur. Cavabımız D bəndi. Verilmiş cümlədə hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Deməli, axşam arzu məntəqədən evə gec gəldi. Gec gəldi arasında yanaşma əlaqəsi var. Yəni 5 ilə 6 arasında əlaqə var deyə D bəndi olmaz. Evə gəldi. Evə gəldi. 4 ilə 6 arasında da var. Təbii ki, hansı əlaqədir? İdarə əlaqəsi. Ona görə E və C də olmaz. Sonra Rəsul gəldi. 2 ilə 6 arasında da var. Sonra axşam gəldi. 1 ilə 6 arasında da var. Axşam Rəsul olmaz. Çünki axşam Rəsulun zamanını bildirmişik burada. Yəni arasında əlaqə yoxdur. 3 iləndir. Məntəqədən evə bunların arasında əlaqə yoxdur. Cavabımız B bəndi. Növbəti sual. O ağır çəkmələrini taqqıldada həyata indi cümləsində hansı sözlər arasında sintaktik əlaqə yoxdur? O indi, onunla indi arasında var. Ağır çəkmələri 2 ilə 3 arasında da var. O indi də onunla indi arasında uzlaşma. Ağır çəkmələri yanaşma. Taqqıldada indi. 4 ilə 6 arasında yanaşma. Həyata indi idarə. Deməli, 1 ilə 6 arasında var. Ağır çəkmələr 2 ilə 3 arasında var. Taqqıldada indi. 4 ilə 6 arasında yanaşma əlaqəsi var. Həyata indi də idarə əlaqəsi var. 3 ilə çəkmələrini indi olmaz axı. Belə bir məna cəhətdən də bağlılıqdır. Cavabımız ona görə E bəndi. 14-cü sual hansı cümlədə daha çox məqamda sintaktik əlaqə işlənmişdir? Bu qoca dünyanın sirrini sən öyrən. Nə et? Öyrən, xəbər. Nəyi öyrən? Kim öyrənsin? Sən. Sənlə öyrən arasında uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsi. 1. Sonra dünyanın sirrini. 3-cü növ olduğuna görə deməli burada uzlaşma əlaqəsi. Dünyanın sirrini. Dünyanın sirri həm uzlaşma, həm də idarə. Sonra qoca dünya. Təbii ki, burada yanaşma əlaqəsi. Bu qoca. Burada da yanaşma əlaqəsi. Neçə dənə var? 2, 3, 4, 5 dənə. 5 dənə buradadır. Biz
Ona yardım etdik. Yardım etdik. Xəbər kim? Biz mübtəda. Uzlaşma əlaqəsi ona yardım etdik. İdarə əlaqəsi. Cəmi burada 2 dənədir. B olmaz ona görə. BBC təəccüblə dilləndi. Nə etdi? Dilləndi. Xəbər kim? BBC mübtəda. Mübtədanın xəbər arasında uzlaşma. Təəccüblə dilləndi, yanaşma. C bəndi getdi. Qanadım çaylardan aldı hünəri. Nə etdi? Aldı. Nə qanadım? Mübtəda. Mübtədanın xəbər arasında uzlaşma. Çaylardan aldı idarə, hünəri aldı idarə. Yəni burada 3 dənədir. Dedi getdi. Günlər ötdü, aylar keçdi. Nə etdi? Ötdü. Xəbər. Nə günlər? Aylar ki, nə etdi? Keçdi. Xəbər. Nə aylar? Mübtəda xəbər. Deməli, daha çox təbii ki, əlaqə olan A bəndindədir. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur? Əlbəttə, anar, daha güclüsən. Baxın, burada əlbəttə modal söz, yəni köməkçi hissəsi olduğuna görə bu köməkçi hissələrdə heç bir cümlə əlaqəsi ola bilməz. Anar da xitab olduğuna görə digər cümlə üzvlərinə sintaktik əlaqədə ola bilməz. Daha da köməkçi hissəsi olduğuna görə əlaqə ola bilməz. Burada qalır bir dənə güclüsən sözü. Güclüsən də özü-özünə əlaqədə olmayacaq ki. Deməli, ona görə burada güclüsən sözü heç bir cümlə üzvü ilə əlaqədə deyil. B bəndi cavab. Tabesizlik əlaqəsində olan cümlə üzvləri işlənən cümlə müəyyən edək. Tabesizlik əlaqəsində də olan cümlə üzvləri işlənən cümlə müəyyən edək. Yəni həmin cümlə üzvləri tabesizlik əlaqəsində də həm də cümlə üzvləri işlənən cümlə müəyyən edək. Yaxşı. Bugün gələn təbriklər tanışlardan və dostlardandır. Kimdəndir? Dostlardandır. Xəbər kimdəndir? Tanışlardandır. Xəbər. Nə təbriklər? Mübtəda. Hansı təbriklər bugün gələn təyin? Baxın. Dostlardan və tanışlardandır. Tanışlardan və dostlardandır. Xəbərdir. Həmciz xəbərdir. Təbriklər deməli tanışlardandır. Təbriklər dostlardandır. Eyni suala kimdəndir? Eyni suala cavab verən kimdəndir? Eyni suala cavab verən sözlər bircə ilə təbriklər mübtədasına bağlı olduğuna görə eyni suala cavab verən tanışlardan və dostlardan sözləri həmciz üzvdür və bu həmciz üzvlər arasında təbii ki tabesizlik əlaqəsi var və deməli cavabımız A bəndidir. Sintaktik əlaqələrin hər iki növündən istifadə edilmişdir. Yəni həm tabesizlik, həm də tabelik əlaqəsindən istifadə olunub. Elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Nə edir? Apara bilər. Xəbər nə? Elm apara bilər. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Deməli tabelik əlaqəsi var. Çünki tabelik əlaqəsinin növləridir uzlaşma, idarə, yanaşma. Ədalətə nəyə? Xoşbəxtliyə nəyə? Eyni suala cavab verən xoşbəxtliyə, ədalətə sözləri bircə ilə apara bilər xəbərlə bağlı olduğuna görə bunların arasında da həmciz üzvlərdir. Bunların arasında da təbii ki tabesizlik əlaqəsi var. Deməli ikisi də işlənib A bəndində. Mühasib nöqtələrin yerinə elə söz seçin ki, mühasib sözü sintaktik əlaqənin əsas tərəfi olsun. Təbii ki, mühasib kim sualına cavab verdiyinə görə mübtəda hesab oluna bilər. Deməli, mən xəbər seçməliyəm ki, mühasib sözü nə olsun? Sintaktik əlaqənin əsas tərəfi olsun. İşləyir xəbərdir burada. Mühasib işləyir. Nə edir işləyir? Xəbər olacaq. Kim, nə işləyir? Mühasib. Aha. Deməli, burada E bəndi olmalıdır ona görə. Yəni deyirəm, mühasib kim sualına cavab verdiyinə görə, təbii ki, nə sualına cavab verdiyinə görə eyni zamanda, bəzi məqamlarda olur da. Mübtədadır. Mübtəda o zaman əsas tərəf kimi çıxış edə bilər ki, o mübtəda olsun. Mübtədanın da olması üçün nə ilə mübtəda arasında əlaqə olanda mübtəda əsas tərəf olur? Təbii ki, xəbərlə. Ona görə mən xəbər seçməliydim. Mən sənin eşqinlə daim yaşarım cümləsinə sintaktik əlaqə baxımından yanlışdır. Deməli, mən yaşaram, uzlaşma əlaqəsi, yaşaram xəbərdir ki, mən mübtədadır. Sənin eşqin, üçüncü növdür, sənin eşqin, üçüncü növ arasında həm idarə, həm də uzlaşma var. Daim yaşaram, daim necə yanaşma əlaqəsi var, daim yaşaram. Sonra, sənin eşqinlə yaşaram. Nə ilə yaşaram? Sənin eşqinlə yaşaram. Burada yanaşma var. Nə ilə sualına cavab versə yanaşmadır. Daim eşqinlə belə bir əlaqə yoxdur. Cavabımız E bəndi. Sonra yalnız tabellik əlaqəsinin olduğu cümlələr müəyyən edin. Yəni tabesiz olmasın. Harada vergül yoxdursa, orada yalnız tabellik var. Biri götürdük ona görə.
Qızıl gülü dəstə-dəstə dərərəm, yollarına düzərəm. Nə edərəm? Dərərəm mən. Yollarına düzərəm. Baxın, vergül var burada. Artıq burada problem olacaq. Qızıl gülü dərərəm, qızıl gülü düzərəm də, düzdür. Burada həmciz üzv var artıq, yəni tabeslik əlaqəsi var. Ona görə 2 olanlar getdi, 1 olanları götürəcəm. Piyanoçu sanki restoranda olduğunu unutmuşdu. Ne etmiş, unutmuşdum. Burada vergül olmadığına görə burada yalnız tabelik əlaqəsi var. Tabeslikdən söhbət gedənməz. 1-3. Cavabımız artıq gəldi 4. D bəndi. Sultan artisti çağırmağa tapşırmışdı. Burada da vergül olmadığına görə yalnız tabelik əlaqəsi var. 21-ci sual. Sintaktik əlaqələrin hər iki növünün olduğu cümlələri müəyyən edirik. Yəni həm tabeslik, həm tabellik. Birdən su çalxalandı, yerə dağıldı. Nə etdi? Çalxalandı, xəbər. Nə? Su mübtəda. Yerə dağıldı. Nə etdi? Dağıldı, xəbər. Dağılan nədir? Yenə də su. Çalxalanan da sudur, dağılan da sudur. Deməli, çalxalandı və dağıldı sözü bircə ilə su mübtədasına bağlı olduğuna görə çalxalandı, dağıldı xəbərləri həmci üzvdür. Yəni tabeslik əlaqəsindədir. Həmci üzvlər axı tabeslik əlaqəsidir. Eyni zamanda su çalxalandı, su mübtədadır, çalxalandı xəbərdir. Mübtəda ilə də xəbər arasında uzlaşma əlaqəsi var, yəni tabelik əlaqəsi var. Biri götürdük ona görə. Zalda tərpəniş əmələ gəldi. Nə etdi? Əmələ gəldi, xəbər. Nə əmələ gəldi? Tərpəniş. Kimsə öskürdü. Nə etdi? Öskürdü, xəbər. Kim öskürdü? Kimsə, mübtəda. Bu mürəkkəb cümlədir. Və bu mürəkkəb cümlədir və mürəkkəb cümlənin arasında burada. Amma tabesiz mürəkkəb cümlədir təbii ki. İndi bunları da dəqiqləşdirəcək. Deməli, həyat nigaran adamlarla dolu idi. Burada tabeslik əlaqəsi yoxdur. Deməli, 3 olanlar getdi. 1 olanları biz götürəcək. Sonra 4-ə baxırıq. Həqiqəti açıb söyləmək bəlkə də ən son çarə idi. Nə ən son çarə idi? Həqiqəti açıb söyləmək mübtəda. Ən son çarə idi, nə idi? Çarə idi. Burada tabeslik əlaqəsi yoxdur. 4 olanlar da getdi. Cavabımız 1-2-5-dir. Vüqar yükü maşına qoydu. Nə etdi? Qoydu. Kim? Vüqar. Mübtəda xəbər. Oradan kitablar götürdü. Nə etdi? Götürdü xəbər. Nə kitabları? Tamam. Deməli, vüqar qoydu, vüqar götürdü. Vüqar qoydu və vüqar götürdü. Hər şey kim eləyib? Vüqar. Deməli, burada qoydu xəbər, götürdü xəbər. 2 dənə eyni suala cavab verin. Qoydu, götürdü sözləri. Bizə görə vüqar mübtədasına bağlı olduğuna görə. Eyni suala cavab verin. Qoydu, götürdü sözləri. Həmcüzdür. Arasında tabeslik əlaqəsi var. Deməli, sintaktik əlaqənin tabesliyi var. Kitabları götürdü. Kitabları tamamlıqdır. 1-2-5 bəndi. 22-ci sual. Mən torpağam, məni atəş yandırmaz. Nöqtələr, nümunələrdə hansı sözlər arasında uzlaşma əlaqəsi var? Mən torpağam, mənlə torpağam arasında uzlaşma. Məni atəş yandırmaz. Yandırmaz nə etməz? Yandırmaz xəbər. Atəş mübtəda. Mübtədən xəbər arasında bu da. Atəş yandırmaz. Mübtədən xəbər arasında. Deməli 1, 2 və 4 ilə 5 arasında. Tabeslik əlaqəsi olan cümlələri müəyyənləşdirək. Arasında vergül olanlarda tabeslik var. Şərtimizi, qəti sözümüzü indi deyəcək. Şərtimizi və qəti sözümüzü indi. Nəyi şərtimizi? Nəyi sözümüzü? Eyni suala cavab verən sözdə bircə ilə deyəcək xəbərinə bağlı olduğuna görə eyni suala cavab verən sözlər həmçinin zübdə arasında təbii ki tabeslik əlaqəsi var. Sonra bir olan olmaz. Vergül olmalıdır da. Vergül olmalıdır ki tabeslik olsun. Aytac, eltac, gültac bacıdırlar. Kim aytac, kim eltac, kim gültac? Eyni suala cavab verən sözlər bacıdırlar xəbərinə bağlıdır. 5. Sonra deməli 2 və 5. 24. Tabeslik əlaqəsi olan cümlələr hansılardır? Tabeslik əlaqəsi. Azadlığımızı, milli müstəqilliyimizi qorumaq borcumuzdur. Nəyi azadlığımızı, nəyi müstəqilliyimizi? Eyni suala cavab verən azadlığımızı və müstəqilliyimizi sözləri bircə ilə borcumuzu xəbərinə bağlıdır. 3 götürdük. Əziz uşaqlar, imtahan böyük. Burada xitabdır bu. Yəni tabeslik əlaqəsi yoxdur burada. Əsgərlər nizamnaməyə əməl etməli, komandirlərin əmrlərinə tabi olmalıdır. Əməl etməlidirlər xəbər, tabi olmalıdırlar xəbər. Eyni suala cavab verən əməl etməlidirlər və tabi olmalıdırlar sözləri bircə ilə əsgərlər mübtədədən bağlı olduğuna görə əməl etməlidir və tabi olmalıdırlar xəbərlərə həmcə zübdür. Yəni arasında tabeslik əlaqəsi var. Deməli cavabımız burada nə oldu? 3 və 5. Hansı nömrədə tabeslik əlaqəsi cümlələr arasındadır? Yəni cümlə yox, cümlələr arasında. Küçədə maşınların səsi eşidilir. Nədir? Eşidilir xəbər. Nə? Maşınların səsi mübtəda. Fit səsindən qulaq tutulur. Nədir? Tutulur xəbər.
Nə edirdi? Qulaq tutulurdu xəbər. Nədən? Fit səsindən. Nə tutulur? Nə tutulurdu? Qulaq. Baxın. Burada tabesli mürəkkəb cümlədir və tabesli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr arasında da təbii ki, tabeslik əlaqəsi var. Biri götürdük. Uşaqlar qaldırıcı kranların işinə tamaşa edir. Nə edir? Tamaşa edir. Xəbər kim? Uşaqlar. Bir-birinə suala verdilər. Nə edirlər? Suallar verdilər. Xəbər kim? Uşaqlar. Deməli, hər ikisinin uşaqlar elədiyinə görə bu həmçis xəbərdir. İkini götürməyəcək. Rəngli, yəni həmçis xəbərdir. Yəni cümlə üzvləri burada tabeslik əlaqəsindədir. Xəbərlər. Üç rəngli bayraq dövlətin atributuna, ölkənin rəmzinə çevrildi. Nə çevrildi xəbər? Nə? Bayraq mübtəda. Nəyə çevrildi? Dövlətin atributuna. Nəyə çevrildi? Ölkənin rəmzinə. Burada da cümlələr arasında deyil. Biri götürürük, yəni ikini üçü götürmürük. Qartal göydə dövrə vurur. Nə edir? Dövrə vurur. Xəbər. Nə? Qartal mübtəda. Ovçu onun gözləri ilə izlər xəbər. Kim ovçu? Mübtəda. Bəli, burada da tabes mürəkkəb cümlədir və arasında da təbii ki, tabeslik əlaqəsi var. Sonra köhnə xəzəllərin altından göy otlar çıxır xəbər. Nə çıxır? Otlar mübtəda. Yazın gəlişi duyulur. Nə edir? Duyulur xəbər. Nə? Yazın gəlişi mübtəda. Bu da tabes mürəkkəb cümlədir və arasında təbii ki, tabeslik əlaqəsi var. Deməli, 4, 5, bir də 1. 26-cı sual. Hansı cümlədə uzlaşma əlaqəsi var? Uzlaşma əlaqəsi bilirik ki, 2 və 3-cü növ arasında, eyni zamanda mübtəda ilə xəbər arasında olur. Onun məqsədi güya öyrənməkdir. Nədir öyrənməkdir? Xəbər nədir? Nə onun məqsədi? Deməli, güya öyrənməkdir. Xəbər. Öyrənmək onun məqsədidir. Nə onun məqsədidir? Öyrənmək. Öyrənmək nə deməli, öyrənməkdir? Onun məqsədi mübtəda. Biri götürdük. Uzlaşma əlaqəsi var. Onun məqsədi öyrənməkdir. Ay Lalə, axı getməli oldular. Laləyə müraciət edir. Burada ümumiyyətlə uzlaşma əlaqəsi yoxdur. Çünki mübtəda xəbər də yoxdur. Üçüncü növdə yoxdur. Əlbəttə, Əli bilməli idi. Nə etməlidir? Bilməlidir xəbər. Kim? Əli mübtəda. Mübtədanın xəbər olduğuna görə arasında uzlaşma əlaqəsi var. 3. Zənnim caz deyil. Burada uzlaşma əlaqəsi yoxdur. Çünki mübtəda xəbər və üçüncü növ yoxdur. Sizə soruşacaqlar. Burada da yoxdur. Bəlkə də Nuray razılaşdı. Nə etdi? Razılaşdı xəbər. Kim? Nuray mübtəda. 1, 3 və 6. Şagird və məzunlar imtahanlara ciddi hazırlaşırlar. Nə edirlər? Hazırlaşırlar. Xəbər. Kim hazırlaşır? Məzunlar mübtəda. Kim hazırlaşır? Şagird mübtəda. Cümləsi ilə bağlı uyğunluğu müəyyən edək. Deməli, imtahanlara ciddi hazırlaşır. Nəyə? İmtahanlara tamamlıq. Necə? Ciddi. Bu da zərflik. Baxın. Tabeslik əlaqəsindədir. Şagird və məzunlar eyni suala cavab verdi. Kim sualına cavab verdi? Düzdür. Kim sualına cavab verdi? Deməli, eyni suala cavab verdiyinə görə həmçinin üzvdür. Həmçinin üzvdə təbii ki, tabeslik əlaqəsindədir. 1 ilə A. Sonra şagird və məzunlar 1 ilə A. İmtahanlara ciddi. Heç bir əlaqə yoxdur arasında. Şagird imtahanlara əlaqə yoxdur. Məzunlar hazırlaşır. Kim? Məzunlar mübtəda hazırlaşır xəbər. Yəni tabelik əlaqəsi. 2 ilə D. Ciddi hazırlaşırlar. Yanaşma əlaqəsi 2 ilə D. Belə hörmətli müəllimlər və şagirdlər, sintaktik əlaqələrdən bağlı olan testlərimizin izahı bundan ibarətdir. Sağ olun, növbəti test izahlarında görüşənədək.